Pakistan BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən özün müdafiə hüququna malikdir. Bu barədə Pakistanın baş naziri Şahbaz Şərif ABŞ dövlət katibi Marco Rubio ilə telefon danışığı zamanı bildirib. Pakistan hökumətinin başçısı Amerikalı rəsmiyə Hindistanla münaqişənin inkişafı barədə məlumat verib. O, Hindistan ordusunun Pakistanın 31 vətəndaşının ölümü və 57 nəfərin yaralanması ilə nəticələnən raket və PUA zərbələrini pisləyib. Şərif, ölkə hakimiyyətinin və hərbi komandanlığının ölkə suverenliyini və ərazi bütövlüyünü qorumağa sadiq olduğunu bir daha təsdiqləyib. Hökumət başçısı Pakistan xalqının Hindistanın səbəbsiz müharibə aktlarından hiddətləndiyini qeyd edərək, İslamabadın BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özün müdafiə hüququnu özündə saxladığını vurğulayıb. Bundan əlavə Pakistan lideri ABŞ prezidenti Donald Trumpın Cənubi Asiyadakı cari vəziyyətə göstərdiyi diqqəti yüksək qiymətləndirib. Rubio öz növbəsində bildirib ki, ABŞ regiondakı hadisələri diqqətlə izləyir. O, həmçinin münaqişənin hər iki tərəfinin gərginliyi azaltmaq üçün əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb.